Ölkə İctimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında məlumatlandırılması məqsədi ilə bu gün Qəbələ şəhərində WUF13 festivalına start verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş məlumatlandırma sessiyası keçirilib. Mərkəzin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən sessiya Qəbələ şəhərində davam edən WUF13 festival çərçivəsində təşkil olunub. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 festivalı haqqında geniş məlumat təqdim olunub, eyni zamanda forumun ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb. Emin Hüseynzadə gənclərin mayın 17-si 22-sində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edib. O bildirib ki, forum hamı üçün əlçatan olacaq və gənclər əsas tədbirlərə həm əyani, həm də onlayn formatda qoşula bilərlər. Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.